İsa yazır ki, selamun aleyküm kardeş, aleyküm selam. Allah size can sağlığı versin. Teşekkür eləyirəm. Elminizə bərəkət inşallah. Minnətdaram İsa bəy. Bir sualım var. Hal-hazırdakı Azərbaycan ərazisində yaşayan səyyidlər əsl səyyidlərdirlər, yoxsa qondarma? Zəhmət olmasa cavab verin. Çox sağ olun. Təşəkkür eləyirəm İsa bəy. Bu tarix bəhsidir. Ümumiyyətlə səyyidlik Həzrəti İbrahim peyğəmbərin zamanından mövcuddur. Amma burada sual İtrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmdən gedir. Yəni Həzrəti Muhammedin itrətindən gedir. Yəni səyyidlik Həzrəti peyğəmbərin itrətindən gəlir. O hansı nəsildir? Siz bilirsiniz ki, Həzrəti peyğəmbərin peyğəmbərliyindən qabaq ailəsi vardı, evlatları vardı. Amma Həzrəti Muhammed peyğəmbərliyə yetişəndən sonra onun bir evladı dünyaya gəldi. Yəni Fatimə-i Zəhra selamullahi aleyha dünyaya gəldi. Xanım Fatimə-i Zəhra dünyaya gələndən sonra Həzrəti peyğəmbər buyurdu ki, bütün nəsillər qət olacaq mənim nəslimdən başqa. Həzrəti peyğəmbərin nəsli peyvənd yox, sihir vasitəsilə artdı, yəni qızı vasitəsilə. Səyyidlik necə başladı? Səyyidlik nübüvvətlə imamətin birləşməsindən başladı. Yəni nübüvvət, yəni Həzrəti Muhammedin qızı, peyğəmbərliyi devrində dünyaya gələn qızı xanım Fatimə-i Zəhra ilə birinci imam Həzrəti Əli əleyhissalamın izdivacından səyyidlər, İtrət-i Muhammed başladı. Yəni 12 imam, səyyidlər, səydalələr nübüvvətlə imamətin birləşməsindən başladı. Səyyidlərin barəsində. Yəni o budur ki, İtrət-i Muhammedə tarix boyu təqiblər olub, onlara zülümlər eləyiblər, onlara əziyyətlər eləyiblər. Məsələn, Həccac İbni Yusifin əmri ilə yüzlərlə səyyid